Mən Lalə Aslan, Roza Gülçəntikiyə mağazalar şəbəkəsinin sahibəsiyəm. Bəli, hamısına inanıram və dajı su çərşənbəsində bütün ev təmizlənməlidir, dədə-baba qaydası ilə silinməlidir. Robotdan istifadə etmək olmaz, başqa bir üsullardan müasir yox, ancaq ya əllə, ya pul taxtası ilə bütün evlər silinməlidir və çirkli su bir ağac dibinə boşaldılmalıdır. Yox da indi çərşənbə Ramazan vaxtıdır. Keçirsiniz Yox, yox da elə belə qohum əqrabanı təbrik eləyirik, bayramlaşırıq belə söhbət. Valla əvvəllər ilaxıra keçirdirdik, indi axırıncı vaxtı bu moda bilən söhbətlərdə əvvəllər o heç yadımıza da düşmürdü. Sovet dövründə sözünüz deyirlər, ay Sovet hökuməti buna qarşıdır falan daha çox keçirdirdik. İndi ətrafa baxıram, qonşulara baxıram, keçirdək yoxdur. Amma anam həmişə diqqət edir belə şeylərə. Hər çərşənbədə milli adət-ənənəmizə uyğun olaraq nəsə bir şeyin eləməsini istəyir bizdən. Xüsusən xüsusi yemək, həmən hər gündə bişirilməyən bir yemək hazırlanır. Ocağımız isti olsun, nəsə bir şey tapaq. Süfrəmizdə bərəkət olsun. Elə bizim üçün hər gün çərşənbə olar, amma çərşənbələr ciddi şəkildə nəzərə alınır Azərbaycanlılar tərəfindən. Su çərşənbəsi keçirirsinizmi? Çox ciddi yox yəni. Belə. Ümumiyyətlə ailənizdə keçirən varmı? Yox, belə ailəvi ciddi keçirmirik də. Məsələn, bayram gününü keçirdirik, axırıncı çərşənbəni, Novruz bayramı 20-si 21-i. Hamı necə bizdir elə. Su çərşənbəsinə olan inanclara inanırsınız? İnanırım. Məsələn, hansı inanclar deyə bilərsiniz? Evdə olan köhnə suları tullayırlar, təzə sular yığılırlar. Məncə su çərşənbəsində bulaq falına çıxırlar.